Az Rəzzaq Xansıvu, Talış DNA proyekti rəhbərim, həmən tarixçi, tədqiqatçıyım. Toluşun DNT səviyyədə, Toluşun etnogenetika, yəni genesi tədqiqat var. Çəmə Talış DNA proyekt təxminən 6 sonra binoba və çəmə proyekti əsas məqsəd əvvəlki Toluşun genezisi, yəni genetik prosesun tədqiqat vardı. Etnoqrafik tədqiqatının həmən Toluşun tarixi prosesunda kom dövründə Çukuba kom prosesunda vardan avuni d elmi səviyyədə ümitiyi. Hal-hazırda Toluşu DNA proyektdə həm çəmə proyekti işlənədə, həmən Jojo layihəndəki Hestinki, avrandı dama İvrədə Kokardan, yəni Talış DNA proyekti. Çəmə proyekti çərçivədə dısa nəfəri ku V kəs testiku da vardı və testun həmə bardamon çəmə məqsədədir ki, i həzodami test bakamon. Ümumiyyətlə, layihə ki, elmi binoba DNT səviyyədə ümumi və vacibi. Çünki bu əmə istənilən xalqı, yəni Azərbaycanı Türkün bubun, Toluşun bubun, Kırdın bubun, Jojo Azərbaycanı çərçivədəcək xalqın tarixi bana mənbun ku peqattamon, ya kitobun ku handamon. Av çana roste, çana duye ımizandanimo. Yəni kom akademik, kom professor Çişnevştaşı ay Bovakardamon və Peqattamon. Ancaq iminə qaray ki, elmi səviyyədə, DNT səviyyədə ümitamon ki, prosesun çıxışan, yəni Toluşun tarixədə kom prosesunda vardır. Həqiqətənmi Toluşun Kadusun, Kaspiyon törəməş edən, həqiqətənmi Azərbaycanın Türkün Uman ya Jojo prosesun. Bu prosesun təbii ki, DNT bana cavab badı. Çünki əv həqiqəti. Hestin növüşdə mənbun, əvun səhvən məbənin. Amma bu təbii ki, veyni bəzən səhv edə. Ancaq DNT analizun bana həqiqəti nüşurudan və çəmə nızda məlumatın bana rosnedən. Həmən təbii ki, ilə xalqi etnoqrafik tarixi, etnogenezisi, xalqi genetik yaddaşı bu tamam, avuni həmmə bana ro nüşuruda. Deməli, çəmə tədqiqatın nüşurudan ki, Toluşun testun nəticə olunur ki, Toluşun veyni Hind-Avropa mənşəlin. Yəni Toluşun nimə faiz, 5%, testun 5% nüşurda ki, Toluşun Hind-Avropa mənşəli xalqın ku binoban. Toluşun təxminən 20% ku Semit mənşəli genona istin. Təbii ki, Kafkazı genona istin, Jojo genona istin. Amma nüşüddəki Toluşun DNA prosesuna da, genetik prosesuna da Hind-Avropa oluşun iştirak qardaşını və bəçə qıran Toluşu zıvın və Hind-Avropa zıvını nezi. Azərbaycanı Türkün analizini nüşüddən ki, Azərbaycanı Türkün və Anadolu Türkün nezi və Anadolu Türkün neziyyəti 5 dəvə məydun və bu tamam ki, Miyona Asiyada və xalqınan və Azərbaycanı Türkün neziyyəti 5-də. Hətta Kali nəticəm ben ki, Azərbaycanı Türkün və Toluşun nezbeşən. Yəni çəvun pə tərəfi ku və Y xromosom analizini nüşüddən ki, Azərbaycanı Türkün ku da Toluşun İqlə merdi peşli olma faktoram ben. Ümumiyyən bu təbənim ki, Kafkazı genonan Azərbaycan Türkündə hesti. Yəni ümumi Azərbaycan Türkün xarakterizə baxamın, Azərbaycan Türkündə Anadolu gen, yəni Anadolu gen votiyada ki, yəni Anadolu ərazidəcə xetton, qədimə xalqın genonu. Yəni ujanan və Miyona Asiyadəcə Türkün aydni. Ancaq Miyona Asiyadəcə Türkün genon əqam çumuku bu barsun, bu tam ki, çavun gen təxminən da 20% aradır. Deməli, amma oxumuna vaxtın ki, Azərbaycanı, məsələn, tarixi prosesundakı iştirak qarda yola şəxsiyyətin, sülalın, məsələn, Qacar sülalə bə, Şəki xanovun bən, Talış xanovun bən, Bakı xanovun bən,
Qarabağ xanımdan. Yəni onun müxtəlif Azərbaycan ədajiyə sülalənin ki tarixi çama Baçama dast egenya Baçama abuni tədqiqat barədə qüvvədə ba Sanadonin çavun sülalənin ki zanlamın. Çavun DNT analizi hama kardiyada vinnamın ki çavun həqiqət çıxıba. Məsələn və marağın ki təbii ki Emine Kələbəbi ki və marağın ki Şəkixanovun çavun arxivi sənədində da tarixi məlumatında da ki çavun ulu dədə və qara keşiş. Yəni sök keşiş və yəni əv xristian və. Ancaq DNK analizinin şudur ki, bəli, həqiqətən çavun rişədə və albanon iyan və isə udinoda xristiana xalqına da xristianon da Azərbaycanda da xristianon da beşə nəticə, yəni joğutamın. Bəlkə görə nüşudadakı DNT analizdə tarixi məsələn V vaxtına da düz vaxtda. Bakıxanovun nüşudadakı Bakıxanovun Rişə və Sibiri Türkün 5-də. Yəni təbii ki Bakıxanovun tamam arxivi tədqiqat var deyə bilməm ki, bəli Bakıxanovun Türkün törəmin ben. Və isə DNT ımı təsdiq qardaşı. Bəlkə görə har formada bu tabii ki tarixi məsəlunla da DNT tədqiqat barədə V lazimi. Çünki tarix təkrar oldu ki, tarix səhvən bəni ancaq DNT analizon bana səhvi oxudoyda nüşudodakı prosesun çıxuban və bəzni bir ki amma sasor, dısasor, hətta V səhv bıznamın komsa məlumatı amma DNT bana ımı nüşubodakı bütün məlumatın səhv həqiqət joya. Təbii ki, oxumina vaxtın insanın ki DNA test kardan nəticən 5-də və odan şokada bir də. Yəni təxminən ki, komun test kardamı bəlkə də dısa odamı test kardamı mən Azərbaycanda da oluşada. Veyni odam şokada bir də, eforiyada bir də, bamundru və marağın bir də, qəliz bir də. Çünki odamın millətçi problemin hestin ki, odamına da, yəni bunun işlərini komsa milləti, komsa xalqı aydızından. Ancaq DNT analizində şudur ki, heç o tamamilə co xalq 5-də, ya co millət 5-də, ya co rişə 5-də ki, bunun ya xoşum edəni, ya həqiqətən və marağın edə. Bəlkə görə məsəl üçün çama proyektdə jağın nümunum ban ki, odam çəşkarda bir kəf toluş bebəşi, yəni toluşa diyonka qlaya, ancaq DNA test qardaşı odam təmiz hun törəmə, yəni hun xalqın, ona Asiyada jiyə hunun varis beşə. Hətta Atilla Qəvədə Qəbsonu da beşə DNT analizun da DNT i beşə. Yəni joğu məlumatın bu da həqiqətən şok qardı. Ya əksinə bu tamın Azərbaycanda da məsələn Gəncə də test karda qaz iqlə Gəncəviş, yəni çay əslində də bu həmmə Gəncədə jiyə. Av DNA testi də nüşudakı çay əsl rişə və toluşun 5-də, yəni bu toluşun nez 5-də. Joğu praktikada Qəbəlan istəyir. Yəni Qəbəlandan test karda qaz avan və toluşun nez 5-ə. Yəni bəlkə görə bavun ru iqlə şok nəticə bə. Fikirdim ki, qədə millət gərək bu məsələ pemuju bu ki, çünki bütün insanın ilə merdi peşton edən və müxtəlif prosesun davardan millətin, xalqın peşo formalaşmış bəl. Bəlkə görə joğu məsələn gərək ki bu bun və insanın gərək pemujun ki, joğu şokunla bu.